Salam. Evə tezə gəlmişəm. Bugün deyəsən 3-cü videonun başlanğıcı olacaq. Böyük ehtimalla başlayıram. Kəsib doğrayıb döyməsəm bura başlamaq istədim. Üst geyimi çıxartmadım, amma altımı keçdim. Təbii olaraq ev pijamasına. İndi ilə karantin vaxtlarında kişimin altı pijama, üstü köynək oturub indi mitingə qoşulacağam. Şirkət 8 Martdan bağlı bir iclas təşkil edir. Deyəsən bizi təbrik edəcəklər. Sağ olsunlar. Onu qoşulum. Sonra da biraz bu təşkil dağıtdığım biraz, heç yerimi də yığmadığım səhəti isə şeyləri yığışdırım. Və salam, belə başlayaq. Bu arada, gələn həftə ən yaxın rəfiqəmin toydu. Daha doğrusu nikahdı, sonra toydu. Son 14-15 gün qalıb. Ona görə evdə bütün gün onun adına həsr olmuş bir mahnı var. Eyüp Yaqubovun Cana, Rus qızı Tatyana. O mahnını qoyuram və keyfimi necə ona kökləmişəm. Biraz rəqs şeylərini məşq edirəm ki, nazlı, qəmzəli şəkildə toyunda oynayıb süzə bilim. Belə. İndi biraz ona qulaq asım, oynayım. Daha sonra mitingə qoşulmaq lazımdır. Bugün keyfim o qədər köçdü ki, o qədər köçdü. Güldüm, oynadım, bəsdir. İndi otağımı yığışdırıram, bir zəhmət, yəni. Otağımı yığışdırandan sonra oturub biraz layihələr var, toxuma layihələrim. Onları yekünləşdirdim, son bir-iki dənə şey qalıb ki, bir saat oturub onları qutararam ki, təzə layihəyə başlayayım. Saplar almışam, özümə köynək toxuyacağım. Gələcək bir səfərim var, yaxın gələcəkdə xaricə səfərim. Orada geyinmək üçün özümə bir köynək toxuyuram. Onu başlayayım, yekünləşdirim ki, qutarsın az qalıb vaxtada. Let's go. Bu arada bu şərfim ən sevdiyim demək o şərfimdir. Bunu Şotlandiyadan almışdım. Şotlandiyada olanda. Orada embleması da var. Mənə çox belə doğmadır. Əsil yun, ipək deyil, yun, isti saxlayan. Və ən qəşəngi də o ki, xatirəsi və rəngləri çox qəşəngdir. Bu mənə köhnə retro vibe verir. I like it. Söz vermişim ki, bugün bütün yarımçıq qalan layihələrimi yekünləşdirəcəm. Birinci layihəm yarımçıq qalan budur, toxuma ilə bağlı. Telefon çantası hörürəm. Bu nəyə lazımdır? Niyə bu rəng deyə soruşa bilərsiniz. Birincisi səyahətlər zamanı böyük sumkalarda həmişə telefon itir və mən telefonu xoşlayıram dayanmadan əlimdə olsun ki, bir şey gördüm, onu çəkim, özümü çəkdirim şəklimi. Telefon əlimin altında olsun. Əlimdə saxlayanda o risklidir, çünki oğurlanma hadisələri çox olur. Ona görə düşündüm ki, belə bir çanta hörsəm. Hansı ki, bir dəqiqə, səhv. Belə bir asılacaq, necə hazırdır. Buradan belə, həm əlin altında olur, heç kim oğurlamır. Tamamilə təhlükəsiz vəziyyətdə burada qalır. İndi bunu yekünləşdirib burasını artıq toxumalıyam, birləşdirməliyəm. Və balaca bir düymə tikmək istəyirəm bura. Ki, qapaq kimi bunu açıb qoyub içinə. Və buna da bir-iki dənə gül, dekorativ güllər toxumuşdum əvvəllər. İstəyirəm onu yanına asılqan kimi, buruluq kimi asıb. O cür qəşəng görünəcək. Bu birinci layihəm. İkinci layihəm, bir dənə yekünləşdirdiyim layihəm var. Hamısını yığmışam torbanın içine. Bu dəhşətli dərəcədə bu papağı sevdim. Ən sevdiyim rəngdir. Açığım da bu rəngdir və ən sevdiyim rəngdir, bəli. Bunu yekünləşdirmişəm. Videosunu çəkmişdim, editləməmişəm. Çünki səs yazma eləmək lazımdır. Ona da çox tənbəllik edirəm. Çünki adi 7 dəqiqəlik dünəki videonu düz 8 saatda editləmişəm. Musiqilər tapmaq, hansı ki, gərək copyright işləri olmasın. Onlar bir-bir həmin ab-havanın şeyinə uyğunlaşdırmaq, vibe'ına çox yorur mən. Ona görə hələ ki, hazır deyiləm bunu editləməyə. Çünki bilirəm ki, ən azı 20 dəqiqə video olacaq. Hələ hazır deyiləm 20 dəqiqəlik bir videonu oturub editləməyə. Amma papağım hazırdır. Bunu çox bununla da getdi özdə, yaşıllığına. Bəyəndim. Bu qışda bunu taxıram ki, taxıram, neçə dəfə taxmışam. Şəhərdə neçə video falan çəkdirmişəm bu papaqla. Bəyənirəm. İlk başladığım proyekt bu şərf idi. İlk toxumağa həvəsim, saçımı düzəldim. Həvəslə başladığım şey bu idi. Bunlar by the way, bu ikisi də milçəklə toxunulub.
Amma bunu millə toxumuşam. Belə bir şərf olmalıydı. Hansı ki, mən bunu yekunlaşdırsaydım. Amma yekunlaşdıra bilmədim. Niyə? Çünki mənim sapım kifayət eləmədi. 2 yumaq sap aldım. Və bu hal-hazırda 1 metr bir uzunluqda şərfdir. Mənə 1 metr 50 sm lazımdır ki, ən azından o tam fırlansın boğazımda. Onun üçün də son vaxtlar sap almışam. Amma problemimiz odur ki, rənglər tam olaraq uyuşmur. Ona görə biraz soymuşam bundan. Biraz deyirəm ki, qış qutarır, qoy qalsın, növbəti qışa doğru bunu toxuyaram. Başlayalım. Bu da başqa son vaxtlar bir səfərim olacaq uzaq ellərə. Orada geyinmək üçün özümə bir köynək toxuyuram. Başlamışam, amma hələ çox başındayım. Bu əsl pambıq sapdır. Çiyin hissəsini toxumuşam. Bir çiyini aşağı düşən, bir çiyini yerində qalan bir kofta olacaq. Belə full body. Yolumuz uzundur. Bununla yolumuz uzundur. Birinci problem indi odur ki, bunu yekunlaşdırım. Daha sonra bu və bəlkə həvəsim olsa bu il, amma heç inanmıram. Yazda gəlir. Şərfi də yekunlaşdıraram və buna da toxuma həllərim qutarar. Əsas mən nə yalan çıxdım? Bunu bir dənə bayaq aşağıdan ilk toxuduğum şeylərdən biri. Düzdür, əyri deyil, çünki bəzi yerlərində çox sıxmışam ipi, bəzi yerlərində az. Amma məncə çox sevimli və şirindir. Bu göz həm stəkan altlığıdır mənim dünyamda. Əyri düzləyən saydım. Həm də ki, bunun altına qoyuram. Belə estetik bir mənim dünyamda vibe yaradır. Bu arada, kimsə toxumağa yeni başlayırsa bir məsləhətim var. Əgər həvəslisinizsə, düzdür, indi hər şey o qədər çatandır ki, və adam düşünür ki, ayda buna sərf edəcəyəm vaxtı, gedib paltar alaram. Ki, ona o qədər əziyyət verib toxumaq, vaxtımı sərf eləmək razıyam. Amma həqiqətən insanın öz toxuduğunu geyinəndə verdiyi zövq və sevinç heç yana əvəz eləmir. Yəni, mən en azından geyinəsi bir dənə şey toxumuşum, o da papaqdır. O da mən həqiqətən görürəm, çox xoşbəxt idi. Ona görə həvəsim var ki, davam edeyim bu toxum işinə. Nə deyəcəkdim? Təzə başlayırsınızsa, milçə ilə olan layihələri götürün, onların videosuna baxın, başlayın. Millə çox çətindir. Nəyə görə? Çünki mil insanın barmaqlarını çox ağrıdır müddətdən sonra. Və çox vaxt tələb edir. Millə toxunulan şeylər çox səbir tələb edir. Mənim kimi tez canlısınızsa, milçə götürün və xüsusilə daha qalın ölçülü, məsələn 5 mm-lik milçə. Belə nazik milçələrlə daha incə toxunuşlar edirsiniz, daha səliqəli. Amma çox vaxt alır. Onu nəzərə almaq lazımdır. Ya az vaxt alan, biraz daha çobud naxışlar, çox vaxt alan incə naxışlar daha gözəl iş. Seçim sizindir. Bir də sapın qalınlığından da asılı, o indinin mövzusu deyil. Özümü təzə-təzə öyrənirəm. Nəysə, yəni belə. Bir layihə daha yekunlaşdırdım. Bilirəm, bu nə rəng deyə soruşa bilərsən. Bu rəng o rəngdir ki, məsələn, mən yayla açıq rənglər geyinirəm. Ağ, bej tonlar və bu da məncə çox qəşəng rəng qatacaq ora. Rahatlıq baxımından da əladır. Hal-hazırda powerbank var içində. Burada da düyməsi var ki, olurlanma risklərinə qarşı çox qoruyacaq, bəli. Neysə, powerbankı taxırsan, buradan şunuru, telefonun əlində rahat gəzirsən, sumkaya atmırsan hər dəfə ki, sumkanın ağzı da yarım açıq qalsın, oradan şunur çıxsın falan. Məncə əla. Hətta burada lip gloss üçün də bir dənə yer var. Lip glossunu da qoyursan böyrünə. Həyat bu qədər asan və rəhli. Son çəkdiyim kadrların üstünə artıq 3-4 gün keçib. Bəzən ki, unutmuşdum ki, mən video çəkməliyəm, artıq yeni bir işim var. Belə bir özümə iş çıxartmışam, amma eybi yox. Həzz alıram bu prosesdən. Bugün 7 Mart'da, sabah məşhur o çox gözlənilən gündür, International Women's Day. Dünən şəhərdəydim
və dünən şəhərdə gəzəndə həqiqətən o qədər ürəyim açıldı ki, bütün hamının əlində, özü Port Baku tərəfdə bütün hamısı ofislər, hamının əlində işçilərin, xüsusilə kişilərin gül buketləri, çələnglər falan hər şeydə, yəni min qadınları da şəhərdə gəzdikcə görürdüm. Hamının əlində gül, şəhər o qədər qəşəng görünürdü ki, çox ləzzət eləmişdim. Mən də düzdür, həm bir tərəfdən sözün düzünə qalsa çox adam ürəyi açılır elə mənzərə görəndə. Bir tərəfdən də dənizdə işləyən qızlar mən başa düşəcək. Biraz bu bizi ruhdan salan bir şeydir. Çünki biz dənizdə işləyən qızlar bizə heç vaxt gül verilməz. Biz bayramları dənizdə keçirdirik. Günlərimizi, yeni ili, Novruzu həmişə ailədən uzaq. Mən xüsusilə də 2 ildim. Təsadüfdən həmişə dənizə düşürəm həmin vaxtlarda, xüsusi günlərdə, bayramlarda və bizim masamızın üstündə təəssüflər olsun ki, ad günümüzdə və yaxud da belə xüsusi günlərdə beynəlxalq qadınlar günü məhz qadınlara həsr olmuş gündür və biz də dənizdə işləyən qadınlar olaraq çox azlıq təşkil edirik, amma təəssüflər olsun ki, dənizdə elə bir şərait olmur ki, kimsə sənin masanın üstünə gətirib gül qoysun. Bu biraz adamı ruhdan salır. Amma ruhdan düşməmişəm, nəyə görə? Dünən biraz gəldim evə, keyfsiz idim, mamam da bunu hiss elədi. O da sağ olsun, bugün gedib mənim üçün belə bir jest. Amma ki, ardınca da evə atam gəldi. Atam da əli boş gəlməyib, o da belə bir... İkisi də sağ olsun məni güllərə boğdu, sözün əsl mənasında və balaca da padarka atamdan. Mən də onu, bunları görür, keyfim düzəldi. Giyindim qırmızıları əynimə. Və dedim qoy başlayım video çəkməyə və biraz söhbət eləməyə. Keçənki 8 Mart xatirəmi danışmaq istəyirəm. O çünki mənə görə çox xüsusi bir an idi. Demək, keçən il yeni il gecəsi də dənizdə idim. Bəli, təəccüblənmədik. Mən bütün bayramlarda dənizdəyim onsuz. Nəsə, yeni il gecəsi dənizdə idim və həqiqətən bu ilk yeni il idi ki, mən 25 il həyatımda ailədən uzaqdayam. Biraz depressiv deməyək, amma biraz məyus olur insan belə anlarda. Çünki evdən uzaqdasan, baxırsan, hamı öz həyatını davam edirsən, dənizdəsən, biraz oranın psixologiyası falan fərqlidir. İndi ondan danışmaq istəmirəm. Sözüm nədir? Nəsə, yeni il gecəsi mən oturub biletlərə baxırdım və gördüm ki, mart ayında Parisə 500 manat yeyib gəlmə bileti var. Mən də fürsətdən istifadə çox ürəyimcə oldu. Dedim, əla bir fürsətdir. Mən 8 martda özümə belə bir hədiyyə edeyim. 8 martda Parisə keçirmək, yəni çox qəşəng məncə hədiyyə idi, özüm üçün elədiyim. Mən də bir rəfiqəmə yazdım və o da sağ olsun fikrimə dəstək oldu və biz bir yerdə getdik bir neçə Avropa ölkəsinə, amma birinci və əsas bizim hədəfimiz Paris idi, Fransa. Nəsə belə, keçən 8 martda Parisdə idim bu vaxtlar. İndi isə buradayam. Burada olduğum yerə xoşbəxtəm evimdə. Şimdi görək növbəti ilin 8 martında harada olacağım. O biraz şübhəlidir. Bir də ki, mən zambaqları çox sevirəm. Keçən il Hollandiyadan da qaydanda mumma suyunu zambaqlar alıb gətirmişdim buket şəklində. Təbii alıb gətirmək istəyirdim, amma yolumuz çox uzaq idi. Amsterdamdan Parisə qayıtmışdıq. Parisdən İstanbul, Baku. Çox uzun bir 12-14 saatlıq yol keçmişdik. Ona görə su olacaqdı, o kimi hələ olacaqdı. Getirə bilməmişdim. Onun yerinə suyunu bir buket gətirmişdim zambaqlardan, Hollandiyadan aldığım. Amma da mən bugün burada sarı zambaqlar ən sevdiyimdən çəkdə onu da yedim. Heç yəni belə mesaj odur ki, gül alın, xoşbəxt olaq.